Paketləyici işi var yoldaşlar, paketləyici işi var. Mən sizə bir dənə paketləyici işindən bəhs etmək istəyirəm ki, hansı ki siz orada təxminən 800 manata yaxın qazana bilərsiniz. Bu Xətai rayonundadır yoldaşlar, Əhmədli metrosu tərəfdədir. Deməli, 6 günlük bir iş rejiminə malikdir. Saat 8-dən axşam 5-ə kimidir. Rəsmi əmək müqaviləsi var. Kişi olmalısınız yoldaşlar. 25-35 yaşlı bir şəxs olmalısınız. Və minimum 2 illik iş təcrübəniz olmalıdır şirniyyat sahəsində. Əgər bu özellikləriniz varsa, bu işə müraciət edə bilərsiniz. Digər paketləyici işlərlə də tanış olmaq istəyirsə və yaxud da fərqli sahələrdəki daha doğrusu fərqli işlərlə də tanış olmaq istəyirsə və yaxud da bu işə müraciət etməkdə dəstək istəyirsinizsə, ümumiyyətlə iş tapma vasitəsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə kanala daxil olun, Toğrul Özübadlı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.